Affanın hesabatı oldu. Nələr oldu, nələrdən danışıldı. Bilirsən ki, Affanın 33-cü hesabat konfransı keçirilib və Sportinfo az saytı xəbər verir ki, həmin o görüşdə xüsusilə Rövşən Nəcəfin səsləndirdiyi milli komandamızın son oyunlardakı uğursuz nəticələrindən razı qalmadığını bildirib, bəli, və qeyd edib, millimizin baş məşqçisi Fernando Santos'la görüşümüz oldu. Komandamızın qarşıdakı oyunlarda yaxşı nəticələr qazanacağına ümid edirik. Avro 2028-ci seçimi mərhələsində uğurlu çıxışı hədəfi dəyişməz olaraq qalır. Yəni, biz də həftələrlə hər oyundan sonra danışırıq, deyirik, yazırıq, çizirik. Yəni ki, milli komandamız niyə bu gündədir, niyə bərbad vəziyyətdədir. Maraqlı tənqidi fikirlər səsləndirdi Affa rəhbərliyi, bir il ötüb onların fəaliyyətə başlamağından müəyyən problemləri dilə gətirdilər. Yəni, getdik, haradasa məktəb açdıq, neynədik, neçə top aldıq, neçə əlcək aldıq, neçə form aldıq, nə bilim, getdik, hansı otu təmizlədik, hansı qazonunu, yeni qazon saldıq, ondan danışmadılar. Futbolumuzun daha dərin problemlərindən danışılır, uşaq futbolunun biabırçı vəziyyətindən danışdılar. Və Şatib buna çox konkret olaraq bildirdi ki, yəni bunu elə hər dəfə tapdologiya kimi deməyən bir mənası yoxdur. Başlamaq lazımdır da kəskin şəkildə hansısa bir istiqamətdə əməli işlər görülməlidir. Bəli. Yəni bu da məncə hələ ki indeks milli komandadır. Bugün Affa rəhbərliyi tərəfindən maddi texniki bazanın mükəmməlləşdirilməsi istiqamətində işlər görülə bilər. Amma meydanda nəticə olmayandan sonra elə Neftçiyə qayıdırıq. Hər şey fiyasko. Yəni çünki tamaşaçı azarkeş düzgünün görünən tərəfinə baxır. Aynanın görünən tərəfinə baxır. Amma iş orasındadır ki, yəni əgər digər tərəfdə düzgün o altyapı işləri düzgün görülürsə, yəni mümkün deyil ki, bu üstə də gəlib təsir eləməsin. Bu mümkün deyil ki, qırılma yoxdursa... O düzgün işlər görürsə, zamanla nəticələr qazanlandı. Yəni, o icazsa müəyyən fikirlər, səslən müxtəlif rəqəmlər açıqlandı, nələr görüldü, nə strategiyanın qəbulu ilə bağlı, nə işlərin hansı formada olduğu deyildi. Məncə, bu mövzuya bir ildən sonra toxunsaq daha yaxşı olar. Allah qismət eləsin, salamatçılıq olsun. Yəni, 2-ci il dönümündən sonra nələr baş verdi və əsas məsələ